Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Dünyada milyonlarla şəxsin əziyyət çəkdiyi hipertoniya, yüksək qan təzyiqi xəstəliyi müalicəsində mühüm irəliləyiş əldə olunub. Xəbər verilir ki, bu xəstəlik üçün alimlər ənənəvi dərman müalicəsinə alternativ olaraq Caroflex adlandırılan yeni texnologiya hazırlayıblar. Barmaq ucuna sığacaq qədər kiçik, nazik və elastik quruluşa malik olan bu mikroimplant yüksək təzyiqdən əziyyət çəkən xəstələr üçün böyük ümid hesab edilir. Caroflex implantı necə işləyir? Strateji yerləşdirmə. Mikrocihaz sadə prosedur vasitəsilə xəstənin boyun nahiyəsində yerləşən arteriyalardan birinə implantasiya edilir. Elektrik impulsları sistemi implant yerləşdirildiyi nöqtədən orqanizmə müntəzəm və olduqca zəif elektrik siqnalları göndərir. Qan təzyiqinə nəzarət. Bu siqnalların təsiri ilə qan təzyiqi aşağı salınır və uzun müddət təhlükəsiz səviyyədə saxlanılır. Gündəlik dərman qəbulunu əvəz edə və kimyəvi preparatların yan təsirlərini aradan qaldıra biləcək bu texnologiya tibbi ictimaiyyətində böyük maraq və həyəcan yaradır. Belə ki, sözügedən yeniliklə hər gün müəyyən saatlarda dərman qəbul etmək məcburiyyəti və preparatların yaratdığı yan təsirlər yaxın gələcəkdə keçmişdə qala bilər.